Джигиты группы «Галканыш» устроили экстремальное шоу на Галцикинцах, а музыканты Туркменистана и Азербайджана спели дуэтом. Так в городе Аркадак встретили Дни культуры Азербайджана. Интеллектуальный старт дню дала научная конференция в городской библиотеке имени Давлетмамета Азади. Литературоведы двух стран обсудили творческое наследие выдающихся классиков – туркменского мыслителя Давлетмамета Азади и азербайджанского просветителя Сеида Азима Ширвари, подчеркнув прочную историческую связь литературных традиций. Культурную эстафету перенял историко-краеведческий музей Аркадага. Здесь развернулась масштабная фотовыставка, познакомившая жителей и гостей города с самобытными традициями, архитектурой, историей и современным ритмом жизни Азербайджана. Кульминацией праздника стал большой совместный концерт мастеров искусств. На сцене звучали народные песни и эстрадные хиты, а главным сюрпризом для зрителей стало шоу знаменитой группы национальных конных игр «Галканыш». Наездники на легендарных ахалтыкинских скакунах продемонстрировали сложнейшие элементы джигитовки и каскадерские трюки, сорвав бурные овации зала. Biz çox məmnunuq ki, bugün bizim qardaş Türkmenistandayıq və həqiqətən də biz böyük bir sevgi ilə öz qardaşlarımızın yanına gəlmişik. Dünən bildiyiniz kimi böyük bir təntənəli böyük bir konsert oldu və o qala konsertdə biz ən qədim xalq rəqslərimizi də ifa elədik. Biz Arkadaq şəhərində bizim Türkmen qardaşlarımızla və atçılarla bir yerdə inşallah çıxış edəcəyik və ən qədim xalq rəqslərimizdən Uzundərə, Köhnə Qazağı, Tərəkəmə, Toy rəqsi, nağaralarla rəqs və bir çox rəqsləri ifa edəcək. Ümidvaram ki, bizim Türkmen qardaşlarımız Azərbaycan mədəniyyətini görəcək, sevəcək və inşallah bu əslində bu görüşlər, bu mədəniyyət günləri bizim birliyimizə, bizim bir daha qardaşlığımıza bir sübutdur və biz bu mədəniyyət günlərini daha da çoxaltmalıyıq. Çünki bizim bildiyiniz kimi köklərimiz birdir. Biz həm Azərbaycan türkləri, həm Türkmen türkləri, biz bir kökdənik, bizim əcdadımız Oğuzxandır və biz bu birliyi, bu mehribançılığı sənətimizlə daha da böyütməliyik. Təbii ki, biz ibrəti bizim dövlət başçılarımızdan, həm Azərbaycan Respublikasının, həm Türkmenistan Respublikasının başçılarından bu ibrəti biz mədəniyyət işçiləri almalıyıq. Çünki bilirsiniz, bu qardaşlıq ilk növbədə onların dostluğundan, onların qardaşlığından irəli gəlir və biz öz dövlət başçılarımızın siyasi kursunu tutaraq bu qardaşlığı daha da möhkəm etməliyik.